Salam, gəl bu suala baxaq. Deyir ki, çox hədlinin dərəcəsini tapın. Bax biz bildik ki, əgər bir hədli olsaydı, bu zaman hər birinin, yəni qüvvətini toplayardıq və cavabımız o idi. Amma burada çoxhədli deyir. Biz bilməliyik ki, çoxhədlidə ən böyük dərəcə götürülür və onun üzəri toplanılır. Yəni cavabımız o olur. Amma sadəcə birinci siz bir şeyə fikir verməlisiniz ki, siz bunu birinci sadələşdirməlisiniz. Məsələn, bəzi uşaqlar burada heç fikir vermədən baxır ki, ən böyük dərəcə asıdır 2, 4, 7, yəni 11, 13. Vsyo, cavab 13-dür. Amma xeyr, cavab 13 deyil. Siz birinci bunu sadələşdirməlisiniz. Yəni, baxıram ki, 3a kvadratı b üstü 4c üstü 7 burada da var. A kvadratı b üstü 4c üstü 7 burada da var. 2a kvadratı b üstü 4c üstü 7 burada da var. Yəni, biz bunu birinci sadələşdirməliyik. Yəni, yazıram. 3a kvadratı b üstü 4 c üstü 7 üzərinə gələk 4a üstü 2 b üstü 3 c üstü 6. Baxın, burada a kvadratı b üstü 4 c üstü 7-dir. Burada da mənfi 2a kvadratı b üstü 4 c üstü 7-dir. Yəni, burada 1 mənfi, burada da 2. Yəni, bunu ümumi belə yaza bilərəm də. Mənfi 3 a kvadratı b üstü 4 c üstü 7. Yəni, bu şəkildə yazdım. Bununla bunu elə bil topladım, bu şəkildə yazdım. Digərlərdə olduğu kimi qalır. Yəni 6a üstü 4, b üstü 2c, bir də üzərinə gələk x kvadratı y z üstü 4. Aha, bu şəkildə yazdıq. Sonra baxıram ki, 3a kvadratı b üstü 4 c üstü 7-dən 3a kvadratı b üstü 4 c üstü 7-ni çıxanda 0 qalır. Yəni bunlar getdi. Sonra qaldı bu 3 dənəsi. Yəni bunlar arasında indi qüvvətən böyük olan götürülür. Yəni baxırıq ki, burada 11 eləyir, 11 eləyir. Burada 7 eləyir. Burada da 7 eləyir. Deməli, ən böyük qüvvət neçə olur? 11. Cavabımız 11. Yəni birinci sadələşdirməyi unutmayın, əsas məsələ.